Vaxtımızda belə şeylər yox idi. Bəli, çox vaxt bunu biz böyüklərimizdən eşidib giləylənirik. Bu gün isə Z nəslinin gənc nümayəndəsi olaraq bu mərkəzə gələndə elə mən də bu ifadələrdən istifadə etdim. Doğrudan da bizim vaxtımızda belə şeylər yox idi. Bəli, biz bu gün Mədəniyyət Nazirliyinin nəzdində mədəni və yaradıcı sənayələrin inkişafı mərkəzindəyik. O mərkəz ki, bütün potensialı olan gəncləri bir araya yığıb onların gələcəyi üçün onlara işıq olur. Gaming bölməsində ən çox diqqətimi çəkən məqamlardan biri də stulların üstündə bu tipdə kartların və zəllərin olmağı idi. Bu barədə isə bizə məlumatı Eltran verəcək. Eltran, bu kartlar nəyə görə lazımdır? Nə işlə məşğulsuz? Bu barədə biraz danışın. Komandamızın game dizayner olaraq kart oyunumuzun Dexstorm adlanan qaydaları və balanslaşdırılması üzərində işləyirəm. Hal-hazırda onun üçün kartlardan məşq aparırıq və bunu proqramlaşdırma olaraq Unity-də proqramörümüz tamamlayacaq. Mən komandanın tək game developer olaraq Eltranın mənə verdiyi taskları yerinə yetirirəm. Hansı ki, onun qurduğu oyun mexanikalarını Unity oyun motoru üzərində proqramlaşdırıram, digitala çevirirəm və süni intellekt olan rəqibimizə qarşı kart battle etmək üçün müəyyən bir şərait yaratmağa çalışıram. Mən HyperArk komandasının 2D artistiyəm, hansı ki, oyundakı bütün imiclər mənə məxsus olacaq. Hal-hazırda oyunumuzun 4 ana creature'larından biri üzərində çalışıram. Hal-hazırda GamePons'da inkubasiyada iştirak edirik. Burada biz Hera Games adıyla studiyasını oyun düzəltməyə çalışırıq. Biz burada dostlarımızla GamePons'un təşkil etdiyi oyun yarışmasından qatılmışıq. Burada biz 2 gün ərzində oyun düzəltməyə çalışmışıq və oyunumuz rəhbərlər tərəfindən bəyənildi və bizi inkubasiyaya dəvət etdilər. Bununla da biz öz fəaliyyətimizə başladıq. Hal-hazırda biz Smurf əfsanəsi üzərindən oyunu hazırlayırıq. Burada bizim əsas oyunçumuz öz kəndini xilas etmək üçün 7 vadini keçərək Smurfun gücünü əldə etməyə çalışır. Hal-hazırki vəziyyətdə biz oyunun mexaniklərini hazırlayıb, bunu proqramlaşdırırıq. İndi isə oyunun giriş hissəsini hazırlayırıq. Bunun üçün biz developerlə birlikdə işləyirik və burada bizim developer Riyad bəy var. Mən komandada game developer vəzifəsində işləyirəm. Mənim işim bundan ibarətdir ki, oyundakı oyunçunun mexanikləri, düşmən mexanikləri, sonra oyunun işləmə prinsipləri və digər texniki hissələrin kodların yazılmasına mən baxıram. Və hazırda da indi platformanın sağa-sola irəliləmək üçün kod yazırım. Salamlar, mən Mirzəyev Yadullah. Mən də Yaradıcı Hub'da bir oyun tərtibatçısıyam. Öz komandamızın oyunlarının mexaniklərini yazıram. Mənim bu sahəyə marağım daha əvvəllərdən uşaq vaxtı oyunlardan yaranmışdı. Daha sonra dedim, niyə öz oyunumu düzəltməyim? Bu sahəni həm də iş kimi özümdə inkişaf etdirdim. Bizim Yaradıcı mərkəz bizə təşkil etdiyi bu kompüter və digər aparatlar sayəsində öz komandamızla bir araya gəlib, ortaq fikirlərimizi bir yerdə bölüşüb daha çox işlər, proyektlər əldə etməyə çalışırıq ki, Azərbaycanın gələcəyində yeni inkişaf edən oyun sektorunda Azərbaycanın da bir oyunu məhsul olsun dünya bazarında. Hal-hazırda mən burada oyun mexaniklərini yazıram və oyun mexaniklərini səhnədə göstərməyə çalışıram ki, bizim məsələn karakterimizdir, onu hərəkətə gətirməyə çalışıram. Hal-hazırda da gördüyünüz kimi karakterimiz budur. Biz onu hərəkətə gətirə bilirik. Coinlər vasitələri yığmaq olur. Hal-hazırda mən çanta sistemi düzəldirəm. Hansı ki, bu çanta sistemi bizdə silahları yerdən götürmə və yerə qoyma kimi xüsusiyyətlər əlavə edir. Hal-hazırda onun üzərində işləyirəm sistemdə. Salam, mən Qarayev Turan, Untitled oyun studiyasında oyun tərtibatçısı olaraq çalışıram. Kiçik vaxtlarından oyunlara böyük marağım olmuşdu və mən də öz oyunumu yaratmaq qərarını aldım. Zaman keçdikcə özüm kimi insanlara tanış oldum və biz birlikdə öz komandamızı yaratdıq. Sonra yaradıcı mərkəzlə tanış olduq və yaradıcı mərkəzin tərkibində ofis və ofis avadanlıqları ilə təmin olunmuşuq. Oyunumuz dağılmış dünyada keçən qaranlıq temalı simulyasiya oyundur. Oyunumuzun baş qəhrəmanı bir gün qəssabxanadan təklif alır və
iş orada işə başlayır, amma günlər keçdikcə görür ki, orada kəsilən ət adi ət deyil, xüsusi insanlar üçün xüsusi ətdir.